Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Salamlayırıq əziz, dəyərli izləyiciləri, möminələri. Allahın izni ilə bugün şəriət hökmlərində yeni bir bölmədəyik. Bu bölməni əvvəlcədən qeyd eləyək ki, kişilərə məxsusdur. Yəni, kişilərə məxsus təmizlənmə qaydasıdır. İnşallah ondan danışacağıq və şəriətdə də adı istibrac edir. İstibra öz-özlüyündə müstəhəb əməldir. Əvvəlcədən qeyd eləyək ki, yəni, öz-özlüyündə istibra savab bir əməldir. Bu şəriətdə təkcə istibraya yox, eynən dəstəmaza da belədir ki, baxın, dəstəmaz öz-özlüyündə müstəhəb, yəni savab əməldir. Digər sual yaranır ki, bu necə olur ki, axı biz namaz qılanda dəstəmaz almalıyıq, yəni vacib niyə olmasın, bu müstəhəbdir. Qeyd eləyək ki, öz-özlüyündə kəlməsi odur ki, yəni heç bir səbəb olmadan. Yəni qeyd eləyək ki, dəstəmaz o zaman, istibra o zaman vacib olur ki, artıq insan hər hansısa bir vacibinə xələl gəlir. Məsələn, dəstəmaz almasaq, namaz qılsaq, namazımıza xələl gələcək, vacibata xələl gələcək, o zaman olur dəstəmaz vacibat. Amma məsəl üçün, gecə vaxtıdır, istəyirəm dəstəmazda yatam, dəstəmaz alıb yatıram. Yəni, o zaman dəstəmaz alıb yatmağım mənim üçün vacib deyildir ki. Ona görə şəriət deyir ki, dəstəmaz öz-özlüyündə, məsələn, müstəhəb əməldir. Biz dəstəmaz bölməsində bunu geniş izah eləyəcəyik. İstibra da həmçinin öz-özlüyündə müstəhəb bir əməldir. Amma elə ki, namaz qılacaqsan və o namaz vaxtı, indi qeyd eləyəcək ki, istibra nədir və qaydaları necə olur təmizlənmək. O zaman ki, namaz vaxtı artıq bədənindən yəni sidik çıxacaq və bu zaman namazın batıl olacaq, namazın vacibata, yəni təsir göstərir deyə istibra o zaman olacaq vacibat. Davam eləyirik. Demək, kişilər əsasən, yəni dediyim kimi bu mövzu qadınlara aid mövzu deyil, yəni qadınlarda istibra yoxdur. Kişi yüngül bayıra çıxdıqdan sonra, yəni deyirlər ki, sidyə çıxdıqdan sonra qaydaya uyğun olaraq gərək təmizlənsin. Yəni, kanalda qalan həmin o sidik qalıntıları təmizlənsin. Çünki qeyd elədik ki, əgər o təmizlənmədən yuyundu insan, ondan sonra məsələn çıxdı çölə, hərəkət elədi və ondan hansısa bir yaşlıq xaric oldu, o olacaq, yəni nəcis hökmündə. Yəni paltarı dəyişməlidir, ondan sonra yenidən övrət hissəsini, yəni həya hissəsini də yumalıdır. Amma istibra ki var, istibranın qaydası var, onu elədikdən sonra, yəni o həmin o kanalda qalan qalıntılar da yəni çölə çıxır, tökülür. İndi qeyd eləyək ki, istibranın qaydası əsasən bir neçə qayda ilə insanlar eləyə bilər, amma əsas, yəni dediyim kimi şəriətdə bu qayda tövsiyə olunur ki, kəs sol əlin baş və orta barmaqlarından həmin o tənasül üzvü, yəni orqanını tutur, ondan sonra onun dibindən sıxaraq dəllək kəsən hissə deyirlər, yəni baş ucuna qədər əli ilə sıxaraq qaldırır və həmin o hissədə ki, baş hissə var, o baş hissəni də 3 dəhəm sıxır. Yəni, bu həmin o dediyimiz kimi dibdən tutub o yuxarı hissəyə kimi qaldırırsa, bunu bir neçə dəhəm təkrarlayır ki, yəni kanalda başqa heç bir sidik qalıntısı qalmasın. Və həmin o baş hissə ki var, dəllək kəsən hissə deyirlər ora, oranı da 3 dəhəm sıxır ki, yəni orada da heç bir şey qalmasın və ondan sonra yuyunur, belə demək olsa. Və bununla da dediyim kimi istibra bu şəkildədir ki, qaydası tamam olur ki, yəni kəsin, ondan sonra bədənindən çıxan nəsə bir yaşlılıq olsa, maye olsa, artıq o nəcis hökmündə deyildir. Ondan sonra qeyd eləyək ki, insandan dedik ki, bir sidik xaric ola bilər, ondan sonra isə məni deyirlər, yəni tibbi cəhətdən desək, deyirlər sperma. Yəni kişidən ki, xaric olur və bu xaric olduğu zaman da gərək o bəyəniləndir ki, necə deyərlər, bundan sonra yüngül bayıra getsin
və yenə deyərlər, onun kanalı ondan təmizləsin. Yəni sperma bədəndən çıxdığı zaman onun təmizlənmə qaydası da budur ki, insan gərək yüngül bayıra gedə. Yəni sidiyə gedə ki, həmin o spermanın qalıntıları kişinin bədənindən tamam çıxa. Çünki nəyə görə onu qeyd eləyək? Əgər insandan sperma çıxdı, boynuna cənabət qüsulu gəldi və girdi ki, qüsul eləsin, qüsul elədi, çıxdı və qeyd eləyək ki, yüngül bayıra, yəni sidiyə getməyibdir. Amma qüsul elədi, çıxdı və gördü ki, bunun bədənindən nəsə bir maye, yaşlıq xaric oldu. O zaman bu yenə məni hökmündədir. Yəni sperma hökmündədir və bu kəs yenə gərək qüsul edə. Ona görə şəriət deyir ki, bu insan boynuna cənabət qüsulu gəldisə, girsin hamama, yəni hamamdırsa, indi başqa hansısa bir yerdə qüsul eləmək yerinə. Baxın, o zaman o yüngül bayıra çıxsın ki, bədənində olan qalıntılar təmizlənsin. Və yüngül bayıra da çıxdıqdan sonra yenə qeyd elədik ki, istibra eləmək lazımdır. Elədi və ondan sonra qüsul eləyir və qüsuldan sonra da onun bədənindən hansısa bir maye xaric olsa, o təmiz və pak hökmündədir. Davam edirik. İnsandan sperma dedik və sidikdən başqa kişidən bir neçə dənə də maye xaric olur. Bu mayeləri qeyd eləyək ki, məsələn, kişi qarşı cinslə ilk toxunuşlar zamanı, yəni cinsi yaxınlıqdan söhbət getmir. İlk toxunuşlar zamanı deyirlər ki, bu maye xaric olur, şəffaf rəngdə maye olur ki, ona deyirlər məzi. Və məzi pak hökmündədir, yəni o dəstəmaz və qüslu batil eləməz. İkinci növ vədi deyirlər, yüngül bayıra çıxdıqdan sonra ağıntı yapışqan maddədir ki, o da dəstəmaz və qüsulu vacib eləməz. İndi qeyd eləyəcəyik ki, hansı şərt ilə. Üçüncü növ isə vəzi deyirlər ona. Yəni, bu da həm də sperma xaric olandan sonra gəlir və o da bəzən gələn bir maddədir. O da dediyimiz kimi bu üç maye pak sayılır və dəstəmaz qüsulu batil eləməz. Amma şərt budur ki, gərək onlar kanaldan gəldiyi zaman, yəni sidiyə və dediyim kimi spermaya qarışıq gəlməsin. O qarışıq gəldiyi zaman, dediyim kimi, əgər sidiyə qarışıq gələrsə, dəstəmazı batil eləyir. Əgər məsələ üçün spermaya qarışıq gəlirsə, o zaman qüsulu da batil eləyir. Yəni, bunları qeyd eləyək, diqqətinizə çatdıraq. Amma bunların heç biri olmadan, məsəl üçün, insan qadınla dediyimiz kimi ilkin toxunuşlar zamanı ağ, şəffaf, ağ deməyək, yəni şəffaf rəngdə bir maye gələrsə, ona məzi deyirlər. Yəni, o dəstəmazı, qüsulu batil eləməz və pakdır. Yəni, əgər ağ paltarına belə dəysə, onu təmizləmək, yəni, dediyim kimi, o nəcis hökmündə deyil. Təmizləyə də bilərik, təmizləməyə də bilərik. Davam eləyək. Yüngül bayıra getdikdən sonra dediyimiz kimi istibra edib etməmək. Əgər kəs şəkk eləsə ki, mən yüngül bayıra getdim və istibra edib etmədim, bu zaman gərək bədənindən hər hansısa bir maye xaric olsa, məsəl üçün, yüngül bayıra getdikdən sonra, yəni sidiyə getdikdən sonra bədənindən hər hansısa bir maye xaric olur. O zaman o maye dediyim kimi problemlidir və gərək insan o mayədən təmizlənsin. Yəni, o dediyim kimi sidik hökmünə gəlir. Amma əgər edibsə və doğru edib etməməyində şəkk eləsə, o zaman şəkkinə etina eləməsin. Davam eləyirik. Qadınlar üçün dedik ki, istibra yoxdur və o şəkli mayelər ki var, qadından xaric olur. Yəni, o qadında şək yaradır. Həmin o mayelər dəstəmaz və qüsulu batil eləməz, yəni vacib eləməz. Amma qadınlara da məxsus yəni mayelər var ki, bədəndən xaric olduğu zaman qadınlara dəstəmaz yəni və qüsulu vacib eləyir. Keçən dərs təxəllidən, yəni ayaq yolunun hökmlərindən danışdıq. İndi istəyirəm bir hissəsində də əlavə eləyək ki, ayaq yoluna gedib getməyin, yəni ki, müstəhəb və məkruh hissələri. Yəni, bəyənilən və bəyənilməyən hissələr. Ayaq yoluna gedən zaman insanın başını örtməyi müstəhəbdir. Şəriət belə bir şeyi qeyd edir. Bunu fikirləşirəm ki, bu yoldadır ki, yəni ki, insan ayaq yoluna ki gedir, ola bilər ki,
qeyri-ixtiyari məsələn kimsə bunu gördü. Yəni o zaman bunun üzünü tanımasın. İndi biz bu yerə yozuruq. Allah daha gözəlini bilir. Amma şəriətdə məsələn var ki, ayaq yoluna gedən zaman insan başını örtməsi müstəhəbdir. Yatmazdan əvvəl, namaza getməzdən əvvəl də ayaq yoluna getmək müstəhəbdir, bəyənilən əməldir. Qeyd elədik. Bəyənilməyən bir neçə əməl də var. Onları da qeyd eləyək ki, meyvə ağaclarının altında bayıra getmək. Yəni yüngül bayır olsun və s. Yüngül bayırdan da burada əsas söhbət gedir. Meyvə ağaclarının altında və yaxud ayaq üstə bayıra getmək. Ondan sonra bir kəs onu görməsə belə cəmaət və insanların çox olduğu yerlərdə bayıra getmək. Yəni onu heç kim görməsə belə bu iş bəyənilmir, məkruh sayılır. Sonra ayaq yolunda çox əyləşmək. Bunun özü də məkruh, yəni bəyənilməyən əməldir. Sonra suya əsas da durğun suya yüngül bayır eləmək. Yəni bu da bəyənilməyən əməllərdəndir. Həşaratların yuvasına eynən bərk yerə və küləyin əks istiqamətdə vurduğu zaman. Ondan sonra özünü sıxıb saxlamaq, yəni əgər insan özünü sıxıb saxladısa, bu bəyənilmir, amma cana ziyan verəcək dərəcədədirsə, o zaman iradı var, yəni haram hesab edilir. Demək, bu da ayaq yoluna getmək zamanı bəyənilən və bəyənilməyən əməllər idi ki, Allahın izni ilə diqqətinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.